Ve maç başladı, Neftçi başlıyor. Rəhman Hacıyev dərhal ayaltana geriye. Jairo müdafiə mərkəzində bugün Rail Məmmədovla birlikte oynuyor Braziliyalı müdafiəçi. Meyi ehtiyatda qalıb. Dodo. İlk hücum cəhdi indi də Qəbələdən Antonov. Ramos. Belə təsadüflər də olur. Ramos'un ötürməsi dəqiq alındı. Araz da ayaltana gönderdi topu. Yel ötürmə və Ruslanın zərbəsi o qədər də ciddi təhlükə yaratmadı. Arif Daşdemirov indi. Cərimə zərbəsi yerinə yetirdi. Antonov çevirməyə çalışır. Top Qəbələdə qaldı. Elvin Camalovun zərbəsi 2 nəfər atır top özünü. Özünün topun qarşısında sürətlə ikisi alına bilər. Araz Abdullayev. Ruslan Qurbanov sürətlə irəliyir mərkəzdə. Fəhmin də açıldı sağ cinahda. Top Arazdadır. Heç kim qarşılamadı onu. Qaydan top. Aniyeti. İnanılmaz seyf Bezatoslu'dan. Möhtəşəm bir seyf. Yaxşı çıxdı Neftçi əks hücuma. İndi daha bir hücumu solcaqdan Araz Abdullayev. İlk dəqiqənin əvvəllarından biri də Aniyeti dəstək verir yaxın. Araz sağ ayağını attı, sola attı. Zərbə vuracaq. Bezatoslu dördüncü dəfə. Dördüncü dəfə müdaxilə edir oyuna. Daha bir gün zərbəsi. Bu dəfə yumuşaq ötürmə. Bezatoslu çıxdı. Qapı boşdu. Və Fəhminin zərbəsi bir qədər qeyri dəqiq alındı. Mirzəbəyev. Antonov. Çox geriyə düşür Antonov. Topu qəbul eləmək üçün bacardığı işlərdən biridir. Rəşad Sadiqov. Qarşısı boşdu. Ara ötürməsi. Dodo ondan əvvəl Aqil Məmmədov. Bu da Qəbələnin cavabı. Santos Neftçinin yüksək presingi davam edir. Aniyete getdi Braziliyalı müdafiəçinin üstünə. Antonov. Zinyov. Dodo orada gəldi. Dəstəyi Zinyov mərkəzinə doğru ilerləyir. Bir toxunuşla Dodo. Zinyov və Aqil yenidən çıxır vaxtında bu dəfə. Zinyovun ayaqları altından topu götürür. Hələ ki Aqil keçilməzdi. Tura bugün Xəzər Lənkəran Azal görüşü ilə start verilib. Bizim maçdan bir saat əvvəl Lənkəranda start götürüb və orada birinci hissədən sonra qonaqların... Dodo topu qəbul edirsəm, sözümü kəsirəm ki, burada bəlkə gol və Dodo topu çərçivəyə göndərə bilmir. Antonov narazıdır. Bu da episodun təkrar oynayanlar vəziyyəti yoxdur. Kemal Qurbanov mövqe sahibi çox kobud səhv və də Neftçinin müdafiənin arxasına atılan toplar rəqib kim olur olsun təhlükəli olur. Yəni futbolçulara elə bir maneçilik hərəkət törətmir. Qəbələdə bu mövsüm Duman üzrədən bir maçın 2 gün ərzində keçirildiyini xatırlayırıq hər birimiz. Cərimə meyvəsində öndən top. Orada Fəhmi Murad Bəyli sığortaladı qapısını. Belə öyrəncəlidir bu cür havalarda oynamaq. Yerdə qalıb, oyun davam edir. Neftçinin dəksine çıxacaq. Ruslan Qurbanov hazırda yaxalaya bilər Neftçi rəqibini. Araz Abdullayev mərkəzdən. Həmçin Rəhman Hacıyev oradan dəstək verir. Araz istiqamətinə. Rəhman cəlbəmizin mərkəzindədir. Rəhman toxuna bir Arif Daşdemirov çevirdi və Aniyetəyə top çatmır. Mirzəbəyov aparır topu. Rahil Məmmədova ilə bircə topu azacıq iləri atmaq lazım idi ki, onu çıxarsın ayağından. Araz Abdullayev, Aniyeti, az qala təpədə yolunca oyuna kənar vəziyyəti yoxdur. Ruslan Qurbanov mərkəzdə də Aniyeti yəqin özü vuracaq. Aniyeti, uzaq güncəmə gol! Gol! 26-cı dəqiqədə qolu vurdu Neftçi. Aniyeti bu suskunluğu pozdu. Həm bu maçda, həm də Neftçidəki karyerasındakı suskunluq bax bu gözəl zərbə ilə yekunlaşdı. Ruslan heç onun qarşısını ala bilmədi. Sadiqov. Antonov boşdu mərkəzdə. Yaxşı da ötürmə, Zinyov. Qaydan top, Qay. Onda bir barca parı, Qay. Əllə toxunuş yoxdur, uzaq güncə dəqiq deyil. İzlədik. Başqa bir rakursdan da izləsək daha dəqiq demək olar. Bax, bu rakurs hər şeyi göstərəcək. Məncə əl açıq idi. Amma məsələ belədir ki, yerdən futbolcunun ayağından top sıçradı. Yəni, Qayın topu qarşısına atmaq, əllə qarşısına atmaq istəyi yox idi. Camalov ilk qolda, onun səhvi var. Özünü doğrultmalıdır qarşıdakı dəqiqələrdə. O günahını yumaq üçün yəqin ki, hər şey edəcək. Burada Daşdemirov cərimə meydançasında ötürmə. Son görüşlərdə bir növbəllik prinsipi ilə komandalar səfərdə qələbələr qazanırlar. Son dəfə meydan sahibləri 2013-cü ildə qalib gəliblər. Neftçi qazanıb və orada bir toxunuşu Solanmış oradan lazım idi ki, top qapını geçsin.
İki nəfər ikinci topu gözləyir. Cinah müdafiəçiləri Antonovun fırlatdığı top başla toxunuş orada. Kimdən çıxdı? Ayltondan mı yox? Zenyov orada zərbə indirmişdi, bəli. Ömer Paşayev göndərir komandaları soyunub geyinmə otağına. Neftçi Qəbələ görüşündə birinci hissədən sonra meydan sahiblərinin onu 26-cı dəqiqəsində Anyete'nin vurduğu qolla üstünlüyü var. Sözü verək Orxana. Orxanın təcili deyəcəyi Buyur. sözlər var. Qriqorçuk deyəsən Antonovdan narazıdır və onun əvəzinə dərhal Asif Məmmədovu isim hərəkətlərini yerinə yetirmək üçün o meydan kənarına çağırdılar. Zədədən qaydan Antonovun da formada olmadığı ilk 45 dəqiqə ərzində aşkar. Göründü Ömer Paşayev ikinci hissə bitim verir. Getdik Neftçi Qəbələ maçının ikinci hissəsinə. Qonaqların hücum cəhdi olacaq. Dərhal onlar mərkəzdən başlayıb bir əl atıldılar. Arif Daşdəmirov dəstək verir. Asif Məmmədov. Dumanlı 8-ci kilometr qəsəbə stadionunda ikinci hissəyə Qəbələ fəal başlayır, amma tezliklə də topu itirdilər. Musa Amışov cərimə zərbəsini vurur bizim oyunda. Meydan sahiblərinin 1-0 hesablı üstünlüyü var Anyete'nin qoluyla. 51-ci dəqiqə tamamlanır və Ruslanın ötürməsi. Agir Məmmədov qaydan top. Daha bir zərbə və gol! 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 Hesab Gol! bərabərləşir və golun müəllifi Rafael Santos. Etirazları var Ömer Paşayev'e. Neftçi bütün komandayla baş hakimin yanındadır. Ne itiraz edirlər, ne işarə verirlər. İki Brazilyalı futbolçu hər şey etdilər ki, bu top qapıdan keçsin. Təkrarı mütləq izləyəcəyik. Həm də bir neçə dəfə. Bu rakursdan baxaq. Burada oyundan kənar vəziyyəti yoxdur. Bu endirmədə var mı, yox mu biraz çətin məsələdir. Əlbəttə yavaşladılmış rakurs görüntü olsaydı daha yaxşı bilərdik. Jairov buraxdı rəqibini, arxasındadır Santos onun. Dodo burada oyundan kənar. Yenə Santos ikinci cəhdə fərqləndi. Oyundan kənar vəziyyətdə idi, yoxsa yox, düzünəsə mənim üçün qaranlıq qaldı. Top endirilərkən Dodonun hansı mövqədə olduğu. Etirazlar Neftçi futbolçularına məhz bunadır. Öz komandasını etiraz edildi. Aldı Aylton. Camalov. Dodo. Asif Məmmədov. Qəbələ təzyiqi artırıb Neftçi qapısı qarşısında Camalov topu xilas elədi. Cəlmə məclisinə baxır. Göndərir topu ora. Başla toxunuş qaydan alınmadı. Qay. Daşdəmirov sağ cinahda. Zenyov mərkəzdən açılıb top istəyir. Geriyə düşdü top bir qədər. Zenyov. Qəbələ ikinci hissədə daha fəaldır. Həm gol vurub, həm də oyunu oyun iplərinin öz əlində saxlayır. Dodon ötürməsi. Hücumçu kimi oynayır ikincisində Zenyov. Asif Məmmədov meydançaya daxil olmasıyla cinahda yer alıb Antonovun əvəzinə isə Sergey Zenyov oynayır. Dodo topa çatdı. Burada bəli. İlərəkdən olmasa da toxunuş var idi. Çox gərgin bir maçdı, çox əsəbi qarşılaşma. Qəbələ daha aqressivdir ikinci hissədə. Asif topu toxsaqladan üzündən, amma çıxdı vəziyyətdən. Asif Məmmədov əla ötürmə Zenyov oyundan kənarı vəziyyəti yoxdur. Aradan çıxmışdı İstoniyalı hücumcu, amma Agil Məmmədov yetişir. Qay. İki nəfər sağdadır. Asif Məmmədovla Arif Daşdəmirov. Asif yerilər Dodoya. Mərkəzdə təkbətək qalıb Rahillə onu keçir. Ramızı keçir, zərbə indirir amma. İki futbolçunu keçdi və zərbə də vurmağa imkan tapdı Dodo. Neftçi azarkeşləri susub, Qəbələ azarkeşləri susmaq bilmir. Dodo. Burada top Jairovdan keçmədi. Qay. Zərbə meydançasına Zenyov. Az qala top qapıdan keçirəcəkdi. Orxan, buyur söz səndədir. Təşəkkür edirəm Rüstəm. Az sonra Qəbələnin heyətində növbəti dəyişiklik olacaq. Ricardo da Silva meydana girməyə hazırlaşır. O isə Arif Daşdəmirov əvəzləyəcək. Məndən bu qədər. Aniyete top gözləyir. Aylton Aniyete bir qədər irəliyib. Jairo. Özü çıxdı, zərbə də vurdu. Çox təhlükəli də alındı. Təhlükəli zərbə idi. Sanki topu gözləmirdi. Son anda reaksiya verdi. Baxaq. Jairo. İki ayaqla açıq, iki ayaqla müdaxiləsi artıcıl ikinci maçda Neftçinin oyuncuları meydançadan kənarlaşdırırlar və oyunu azlıqda bitirəcək. Bu açıq-aşkar tamam başqa idmandan gedir Rüstəm.
Əlbəttə topa müdaxilə eləmək istəyirdi Jairo. Nəhayət ki, Ruslan Qurbanov heç də həyatda qalmadı. İkincisi də xüsusilə onu meydanda görmürdü. Tez-tez top bitirirdi və Asif Məmmədovun zərbəsi Aqil Məmmədov. İki Məmmədov diqqət mərkəzində. Yenidən standart vəziyyət Qəbələ üçün təhlükəli ola bilər Neftçiyə. Sadıqov, Dodonun zərbəsi baş üzərindən. Rahil Məmmədovdan qayıdır. Yenidən top orada, amma bu dəfə Aqil Məmmədov rahatdır. Başlayacaqmı hücumu? Yenidən əlindən attı topu. bu isə Asif Məmmədovun zərbəsi. Asif Məmmədov. Qay. Keçirdi topu. Asif Məmmədov. Təkbətəkdə Dodo. Dodo! Və Aqil Məmmədov! Möhtəşəm bir seyv Aqil Məmmədovdan. Dodonun zərbəsinin təkrarı yaxşı. Aqildən yenidən uğursuz vuruş. Rəşad Eyübov. Qəbələ son dəqiqələrdə hücumda ikinci qol axtaracaq. Ricardinho ön direğe qaydan top. Eyübov və 2-1. Qəbələ sıxdı və lazımi qolunu sıxıb çıxarmağa bacardı. Yenidən qaydan topda heç kim yoxdur. Heç kim müdaxilə edə bilmir Neftçidən və əvəz etmə %100 özünü doğruldur. Təkrarı bir də izləyirik. Sol cinahdan ötürmə. Aqil Məmmədov topu qaytarır. Düz Rəşad Eyübovun önünə və Rəşad Eyübov bu topu Aniyetədən fərqli olaraq qapıdan keçirməyi bacarır. Son saniyədə tamamlandı. Məğlubiyyətsiz oyunlar seriyasını davam etdirir. Mövsümün ikinci yarısında 4-cü qələbəsini qazanır. Mövsümdə 11-ci qələbiyyətini əldə edir. Xalını 41-ə yüksəldir və 3-cü pillədə möhkəmlənir. Zirəli xal fərqini 3-ə qədər azaltmağa bacarır.